Hörmətli cənablar, hörmətli dostlar, hörmətli vətəndaşlar. 25 iyun 2026-cı ildən sonra Vəhdət Partiyasının qurultayından sonra Bərdə rayon, həmin partiyanın Bərdə rayon şöbəsinin ilk konferansıdır. Bu konferansda Vəhdət Partiyasının Bərdə rayon şöbəsinin rəhbəri təyin olunmalıdır. Ona göre de icazə verin, biz bu tədbiri dövlət himnimizlə başlayaq. Azərbaycan dövlətinin ərazi bütövlüyündə, müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edin. Allah rəhmət eləsin. Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Amin. Əvvəla hamınıza göstərdiyiniz bu yüksək, təmtəraqlı dəstəyə görə təşəkkür edirəm. Partiyanın rəhbəri Adəm İsmailov Azərbaycan xalqının milli ruhunu, əqidəsini, dedelerden, babalardan bize miras kalmış cengaverlik remzlerini bütün ruhumuzun taşıyıcısı kimi nesilden nesile ötürülmesinin faal iştirakçısı kimi içtimai siyasi arenada kifayet kadar ziyalı bir şahs gibi tanınmış bir insan gibi her birinize təqdim edirəm. Məhz onun tapşırığına esasen bugünkü tədbirin aparılması mənə həvalə edilmişdir. Reglamentə görə konferansımıza başlamamazdan əvvəl biz Vəhdət Partiyasının Bərdə rayon təşkilatına sədr seçilməlidir. Sizin iştirakınızla, sizin xeyirduanızla, sizin namizədliyinizlə. Bu şəxs, bu milli ruhu, bu partiyada olan bu abhavanı Azərbaycan dövlətçiliyinə sadiqlik ruhunda yetişmiş, püxtələşmiş, peşəkar bir insan olmalıdır. Xahiş edirəm,
bu orada oturan insanların içerisinden bu ruha, milli akidemize, mənəviyyatımıza daha bir sadık olan bir insanı siz təklif edəsiniz bugün. Əsədov Elxan Yaquboğlu bizim bu partiyanın sədri olur. Bizim təşkilatın Çox sağ olun təklifinizə görə. Əlavə başqa təklif verən varsa buyursun. Ben bir şey deyirəm ki, bu günləri Əfqan Ağsaqqaldır, bu günləri İlham müəllimi namizəd görürsə, mən elə başa düşürəm, bura yığılan neçə nəfər varsa, hamı bu günləri onu dəstəkləyəcək. Mən bunu şuraya İlham müəllimi biz dəstəkləyirik. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, İlham müəllimin namizədliyinə öz münasibətinizi bildirəsiniz. Yani lehine səs verənlər, lehinə, xeyrinə də, yəni xeyrinə kim səs verir? Buyursun. Çox sağ olun, əleyhinə. İlham müəllim, təbrik edirəm. İşinizə uğurlar arzulayıram. Çok təəssüf ki, o bizim partiyanın rəhbər sastavının günahı deyil. Reglamenta əsasən siz bu vəzifəyə, bu işə, bu ictimai fəallığa layiq görüldüyünüzə görə siz burada əyləşməliydiniz. Yəni, indi şəraitimizi nəzərə alıb bizi üzrlü saymağınızı xahiş edirik. Oldu. Hər bir gözəl işləri bax bu səviyyədə bizi hər bir yerdə fərəhləndirir. Hamımızın əziyyəti, ruhu, milli varlığı qarşısında baş əyir. Ha, şerefli Kamil. Şərəfxanov Vaqifin Vəhdət Partiyasının baş məclisindən nümayəndə seçilməsinə əleyhinə olan varsa, xahiş edirəm münasibət bildirin. Canım müəllim təbrik edirəm. Sağ olun, sağ olun. Teşekkür edirəm. Amma mənim imkanım ona çatmır. Xahiş edirəm, başqa yoldaşına əvəz edəsiniz. Elbəy müəllim, sizdən xahiş edirəm. Elbəyoğlu. Namizədliyi bunu verirəm. Bəli, eyvallah. Dur gəlin. Adınız bizə təkrarlayın. Məmmədli Fərahim Elbəyoğlu. Məmmədli Fərahim Elbəyoğlu'nun Vəhdət Partiyasının baş məclisindən nümayəndə seçilməsinə kimin etirazı var və onun hakkında əleyhinə səs verirsə, əleyhinə, lehinə yox. Fərahim müəllim təbrik edirəm. Uğurlar arzulayıram. Biri partiya sədri artıq təyin olunub, iki namizəddən biri Fərahim müəllim. Əziz gənclərimiz, kim olmaq istəyirsə... Gənclər indi çoxlu sayda gənclərimiz. O qapıda duran Ağsaqqaldan mən üzr istəyirəm. Hər biriniz Fuad müəllimi tanıyırsınız. Eşq olsun. Yani başka gün size elan etmeye ben ihtiyaç duymuram. Çünkü baktım ki bütün insanlar Fuad müəllimi necə qarşıladılar və onun əhat ədalətdən ona necə diqqətlə, qayğıyla münasibət göstərdilər. Zahir müəllim İbrahimli Vəhdət Partiyasının təşkilat şöbə müdürü. Nabil Hümbətov Vəhdət Partiyasının Mərkəz Nəzarət Təşkilat Nəzarət Komitəsinin əvəzi. Tərlan Xəllov partiyanın siyasi şurasının üzvü. Talih Mikailov seçki məsələləri üzrə katib. İlham müəllim Şahverdiyev əyləşib bizim ən peşəkar, ən zəhmətkeş partiyanın ən ağır yükünü çiynlərində daşıyan İlham müəllim, təşkilat rəhbəri. Talib Eygibov gənclərin burada təmsilçisidir. Vəhdət Partiyasının Gənclər Şöbəsinin sədri.
Hörmətli vətəndaşlar, reglamentə görə birinci sözü mən Habil Hümbətova partiyanın Mərkəzi Nəzarət Təşkilat Nəzarət Komitəsinin sədr əvəzinə verməliyəm. Ondan sonra çıxışlar davam edib. Təbii ki, rayon sakinlərinə, ağsaqqallara söz veriləcək. Bir xahişim ondan ibarətdir ki, çıxışımız qısa, məntiqli və ancaq nəzərə almalıyıq ki, Vəhdət Partiyasının, Bərdər Təşkilatının təşkilatı məsələlərinə baxılması üçün ancaq bu məsələlərlə bağlı xeyir-dua ilə iş avanslığı arzulamaqla bağlıdır. Digər məsələlərə gələcək tədbirlərimizdə o iqtisadi çətinliklərlə, işlə, digər məsələlərlə gələcək tədbirlər. Bugün ancaq təşkilatı məsələdir. Bu məsələ ilə bağlı kimin də sualı olarsa buyura bilər. Ancaq ardıcıllıqla reglamentə görə buyurun, Habil müəllim. Komitə gəlir, çox belə yüksək səviyyədə keçirdiniz. Biz sizi alqışlayırıq, Allah sərcan sağlığı versin. Sədr də seçildi və MMTK-nın Baş Məclisin üzvləri də hamımızı alqışlayıram. Hamısı nizamnaməyə uyğun, mən MMTK-da mavin olaraq, yəni nəzarət həkim mavin olaraq hamımızı bu deməli qanunvericiliyə də bu nizamnaməyə uyğun keçirildi. Mən sizi alqışlayıram, çox sağ olun və təzə sədri də təbrik edirəm. Artıq bizim tədbirimiz öz hüquqi qüvvəsinə aldı. Ona görə də icazə verin növbəti çıxışı partiyanın deməli Vəhdət Partiyasının Təşkilat Şöbə Müdürü Zahir müəllimədir. Mənə söz verdiyinizə görə bu gözəl Azərbaycanımızın qədim paytaxtı olan bu bərəkətli torpağa, bu mehriban cəmaatı hamısını səmimi qəlbdən Vəhdət Partiyasının sədri Adəm İsmail Bakurinin adından ürəkdən təbrik edirəm. Hamınıza çox sağ ol deyirəm. Tədbir yüksək səviyyədə keçdi. Bəzi nöqsanlar var, o da təbiidir, olmalıdır. Təcrübəsizlik deyən, məsələn, müəyyən işlərdə partiyamız həyat ikinci nəfəsini yaşayır. Vəhdət Partiyası 2025-ci ildə Vəhdət Partiyasının yeni sədr seçilmişdi 6-cı qurultay tərəfindən. Vəhdət Partiyasının 6-cı qurultayından sonra Vəhdətin yeni dövrü, yeni təşkilatlanma dövrü başlamışdı. İlk öncə mən Vəhdət Partiyasının sədri İlham müəllimi, Nəzarət Təftiş Komissiyasına seçilən 3 yoldaşı, baş məclisə seçilən nümayəndələri və sizlərin hər birinizi təbrik edirəm. Çox uzun danışıb sizi yormaq istəmirəm. Həm sizin vaxtınızı çox almayaq, kifayət qədər əziyyət çəkmişsiniz. Başda İlham müəllim olmaq şərtindən, başda Nazim müəllim olmaq şərtindən, Fuad qardaşımız olmaq şərtindən çox böyük əziyyətlər çəkmişsiniz. Bu toplantını təşkilləmişsiniz. Rayon icra rəhbərliyinə də belə gözəl bir salonu bizə ayırdığı üçün dərin minnətdarlığımızı bildiririk ki, bizə belə hörmət, diqqət göstərib ki, belə bir gözəl zalda, belə bir böyük, möhtəşəm yerdə tədbir keçməyə bizə şərait yaradıb. Bizim xahişimizi, bizim məktubumuza diqqətlə yanaşıbdır. Sayın müəllim, diqqətlə yanaşıbdır. Mən bizim Vəhdət Partiyasının məqsədi heç də biz radikal müxalifətçilik yox. Bizim partiyamız mərkəzli bir partiyadır. Mərkəzli bir partiyadır. Müəllim, bir dənə zahid oturmasa, mikrofona səs düşür, burada səs Haqqı deməyə, nöqsanları da deməyə, biz çalışırıq nöqsanlardır deyə, insanlarımızın problemlərini dövlətimizə çatdıraq və biz həmişə dövlətçiliyimizi və dövlət başçımızı dəstəkləyirik. Bu yolda da dəstəkləməklə davam edəcəyik. Çünki bizim başqa yolumuz yoxdur. Bizim vaxtı ilə uzaq tarixdə biz dövlət rəhbərlərinə qulaq asmamışıq. Çox böyük əziyyətlər çəkmişik, çox şəhidlər vermişik. Çox insanlarımız köçkün düşür, çox insanlarımız böyük əziyyətlər çəkibdir.
xüsusən də Qarabağ cəmaatı, Qarabağ bölgəmiz insanlarını çox bir əziyyətlər çəkirdi. Ona görə biz həmişə qarşımıza məqsəd qoymuşuz ki, dövlətimizin, dövlət başçımızın siyasətini dəstəkləyək və səbirlə, təmkinlə öz arzularımıza çataq. Sizin hər birinizdən təşəkkür edirəm. Fuad müəllim Rzayev, Vəhdət Partiyası sədrinin müşaviri, bizim hamımızın tanıdığımız. Ümumiyyətlə bizim Bərdəlilərlə tanışlığımız, şəxsən mənim də həmçinin 1991-ci ilin dekabr ayından başlayıb. O zaman biz bir qrup Bakıda gənc idmançılar batalyon yaratmaq fikrinə düşmüşdük və bu batalyonu yaratdıq. Mən qısa formasını deyirəm. Qurtuluş adında batalyonu biz yaratmışıq mənim başçılığımla. Və bu batalyon gəlib Tərtər şəhərinə, Tərtər rayonunu qorumağa. Bizə də ilk qoşulan Bərdə gəncləri oldu, igidləri oldu. Və belə də baxıram, şükür Allaha burada həmin köhnə qvardiyadan, igidlərdən, qəhrəmanlardan Əfqan müəllim buradadır, Gəray buradadır, Elbəyi qardaşımız buradadır. Elə bizim Elxan qardaşımız da həmçinin Qurtuluş batalyonunda rota komandiri olub. Yəni, ən gənc rota komandiri Qurtuluş batalyonunda Gəray da olub, amma hamımızdan gənc rota komandiri Əsədov Elxan olub. İndi yaşadığımız bu dünyaya baxanda, elə qonşuluğumuzdakı İrana baxırıq, dünya güclərinin ola bilər ki, haçansıdır, indi yaxın günlərdə olmasa da bir toqquşması baş verər. Qonşuluqda, dünyada ümumiyyətlə gərginlik gedir. Bu gərgin vaxtlarda bizlər də nəsə eləməliyik. Əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyev böyük siyasətçidir, Azərbaycanı bu bəlalardan qurtarmaq üçün çox addımlar atır, sağ olsun. Amma bizlər də nələrsə eləməliyik, ona da dəstək verməliyik, Azərbaycanımızı qorumalıyıq. Bu böyük güclərin toqquşmasında biz çox məsləhət ki, ümumiyyətlə iştirak etməyək. Necə ki, prezidentimiz daima elan edir ki, biz öz ərazimizdən, məsələn, İranı vurmağa icazə verməyəcəyik. Məncə, bu dünyada gedən bu gərginlikdə hər bir Azərbaycan siyasətçisi, hərbçisi, məmuru, nəhayət ki, hər bir kişisi nə isə etməlidir. Bugün kimlərsə çıxırlar efirlərə, qalstuklardan taxırlar, bəlağətli sözlərdən, terminologiyalardan istifadə edib özlərini sevdirməyə çalışırlar. Çoxdur belə adamlar. Amma dara düşəndə onlar və biz onları yaxşı tanıyırıq və yaxşı görmüşük. Ağsaqqalımız da burada da Əfqan müəllim çox görmüşük ağsaqqal. O qalstuk taxıb bəlağətli sözlər, terminologi kitablarından terminləri əzbərləyib efirə çıxıb o sözlərdən istifadə edənləri biz çox görmüşük. Amma sonra onlar çətinlik yarananda onların necə qaçdığını da biz hamımız demək olar ki görmüşük. Ona görə də mən hesab edirəm ki, ümumiyyətlə siyasi aləmdə də, siyasətdə də məhz elə bir insanlar təmsil olunmalıdırlar ki, həm ağıllı olsun, həm də cəsur olsun. Qurtuluş batalyonu o vaxtı döyüşlərə gedəndə ümumiyyətlə heç vaxt demək olar ki, biz kəşfiyatsız döyüşə getməmişik. Kəşfiyatı da mən əvvəl komandir olmuşam, sonradan mən qərargah rəisi olmuşam, amma qərargah rəisi olanda da, komandir olanda da kəşfiyata şəxsən özüm gedirdim, amma kəşfiyata özümdən əlavə 4 nəfər adam aparırdım. Bilirsiniz, Sovetin vaxtından, ümumiyyətlə köhnədən bütün dünyada bu məsəl var. Filankəsdən kəşfiyata getmək olar. Bax, həmin adam Elxan Əsədovdur. Mən Elxan Əsədovla həmişə kəşfiyata ikimiz və bizdən əlavə 3 səfər kəşfiyata gedirdik. Yəni, kəşfiyat elə bir şeydir ki, bilənlər bilir, kəşfiyata tək cəsurluq bəs eləmir. Kəşfiyatda həm də insan, ağıllı insanlar seçib aparmalısan ki, o momentdə nə etməli olduğunu yaxşı bilsin. Özünü itirməsin, artıq hərəkətlərə yol verməsin, gərəksiz yerə kimisə silahdan ateş açmasın. Yəni, Elxan Əsədov mənim fikrimcə ən belə layiqli, elə örnək göstərələ bilən namizəddir və mən sizin hamınıza təşəkkür edirəm və təbrik edirəm ki, Bərdə rayonunun sədri Elxan Əsədov.
bugün sırf demek öz teşebbüsüyle bizim bu konferansa təşrif buyurmuş çok hürmetli Vəhdət Partiyasının işinin təşkilində, onun amalının cəmiyyətə aşılanmasında böyük xidmətləri olan, hazırda da bu partiyanın Salyan rayon şubəsinin rəhbəri olan deməli Salyan rayon təşkilatının sədri Rəhimov Sahil müəllim iştirak edir. Söz ona verir. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Sağ olun Nazımlardan. Bəli, mən hər bir rayona getməyə hazıram. Tək ki, dövlətimizin, dövlətçiliyimizin, partiyamızın işlərinə zərrə qədər onun dəyəri olsun. Məndən əvvəlki yoldaşlar da çıxışlarında partiyamızın missiyasını çatdırdılar. Bərdə Azərbaycanın elə bir qədim, elə bir mərd rayonlarındandır ki, Bərdə xalqının qarşısında çıxış eləmək insansın həm şərəfdir, həm də bir məsuliyyət, cəsarət tələb edir. Bütün bərdəliləri mən salamlayıram. Arzu edirəm ki, Respublikamızın, ölkəmizin bütün rayonlarına bax, belə xoş niyyətlərlə gedək. Bir daha ölkəmizdə müharibə dalğası, şəhidun var Azərbaycan sözü işlənməsin. Partiyamızın da missiyası haqqında yoldaşlar danışdı. Mən də təkrarçılıq eləmək istəmirəm. Bir missiyamız var. Dövlətimizin, dövlətçiliyimizin yanında olmaq, ölkəmizin rəhbəri Cənab Ali Başkomandanın daxili və xarici siyasətini ölkə sıralı vətəndaşları arasında təbliğatının aparılması. Çox sağ olun. Yeni seçilən sədrimizdə təbrik edirəm. Çok sağ olun Sahil müəllim. Sözü burada iştirak eden bu rayon sakinlerinin, hatta xeyli hissəsi çöldədir, onların da bu vətənpərvərlik hissləri qarşısında baş əyirəm. Bütün bu göstərdikləri təmtəraqlı iştiraka göre ve sözü sizin razılığınızla burada iştirak eden insanların içerisinde olan özüm hürmete layık olan adamlardan biri Əfqan müəllimə verirəm. Partiyanın işinin gedişatına öz xeyir duasını verməklə. Mən Allah'tan arz edeceğim bir de bizim Azərbaycan xalqına yaman gün göstərməsin. Çok sağ olun. Çok əziyyətlər çəkmişik, çok zulümlər çəkmişik, çok analar, çok bacılar başsız qalır. Allah Teala'dan arz edirəm ki, biz de bizim xalqımıza bu gün göstərməsin. Hamı da teşekkür edeceğim. Ona göre bizim bir tane malımız, bir tane məqsədimiz var ki, Azərbaycanımız irəli geçsin. 50 milyonluk Azərbaycan irəli geçsin. Xahiş edirəm, hamımız Azərbaycanı gətirir. Allah'tan arz edirəm, biz de müharibə görməsin Azərbaycan xalqı. Çok sağ olun. Ben uğrunda əsl döyüşe sinesini qabağa vermiş bir oğul var. Gəray Əsədov. Buyursun. Yeni sədri də salamlayıram. Azərbaycan konstitusiyon dövlətdir və konstitusiya ilə, yəni bizim anayasamız, Azərbaycan xalqımız həm hörmət edir, həm onun tələblərinə riayət edir və Azərbaycanda elə konstitusiya iki maddələrdən biri oldu ki, demək, Azərbaycan hüquqi dünyada demokratik dövlət. Yəni hər şey, yəni burada görüldüyü kimi qanunlarla tənzimlənir. Mən bir şey qeyd edeyim, yəni Fuad müəllim, yəni bizim dostumuz, qardaşımız, Məhrəm də buradadır, Qurtuluşun komandir mavini. İndi mən üzr istəyirəm elə qonaqlardan, amma mən məcburam ki, reglamentdən bir 2-3 dəqiqə artıq söhbət edeyim. 91-ci ildə hələ Tərtərin 45 km müdafiə rayonu təşkil olunan zaman və Fuad müəllim düz dedi. İdmançılardan ibarət batalyon yaradılır və gəldi o 45 kilometri döyüş sursatla hələ Fuadla Məhrəmin və digər bizim döyüşçülərimizin müstəsna igidlikləri nəticəsində S-75, S-200 raketləri stansiya Mingəçevirdən zafat olundu gəldi. Zazalı silah anbarı. Hətta bu Cənub Napoleon'un 100 Napoleon elzə skladları var idi onlar. Sonra Uzundərə skladı. Bunun hamısını, bax bu gördüğümüz
insanlar elədilər. Mən niyə deyirəm, bir də ömrü bizə imkan verməz ki, biz Fuad müəllim, Məhərrəm müəllim və digər bizim bu gözəl insanları görək. Ona görə də bu tarixi baxımından mən məcburam ki, bunu sizlərə çatdırım. 45 kilometr müdafiə ərazisi, ermənilər gəlir. 1-ci Maruşavan döyüşü, 300 nəfərə yaxın erməni əsir götürülür. Və burada Ərəmşah Məmmədovun böyük xidmətləri olur. Əfqan buradadır, onun büyük varisi deyək də. Və təsəvvür edin də, ermənilər film çəkiblər. Maraginskaya Rezniya, yəni Mara qətliamı. Bu film də var. 300 nəfərdən çox əsir götürülür. Bu ermənilərə Xocalı haqq-hesabından sonra Qaradağlı və Ağdaban faciələrdən çox vurulan iş zərbi idi. Və nəhayət Kəlbəcər, Tərtər Yurasıqda, Ağdərə azad olundu, böyük bir ərazi işğaldan olundu və burada bax dediyim bu insanların böyük xidmətləri oldu. Siz təsəvvür edin, 24 yaşında bir insan, bax Fuad Mirzəyev, Məhərrəm bizim İsmailov. Təsəvvür edin ki, 1500-dən çox atsız silahlar, 40-a yaxın avtomobil, bizdə BTR-70. Yəni bunları əldə eləmək, Rusların əlindən almaq çox çətin məsələ idi. Hələ SSR mövcud idi, 91-ci SSR mövcud idi. Yəni bunu bu insanlar elədi və bugün də Fuad müəllim çox siyasi məsələləri vuruladı. Yəni bizim bu region, bir regionumuzda gedən geopolitik məsələlərlə bağlı bir şey qeyd edeyim ki, biz dünyəvi demokratik dövlətik və burada hər şey qanunlarla tənzimlənir. Ta 90-cı illərin qara güruhu, 90-cı illərin bu jironistləri, yakoministləri yoxdur. Burada artıq hüquqi dövlətdir və bu hüquqi dövlətləri biz yaşatmalıyıq və bizdən sonra gənc nəsillər ötürülməlidir. Və bugün də Vəhdət Partiyası, mən qrupda iştirak elədiyim Nazım müəllim, indi Zahir müəllimlə, qrupda mən də iştirak eləmişəm, Fuad müəllimlə, o çıxış eləmişəm. Adəm müəllimlə söz verdi, çıxış elədim və təbrik elədim. Yəni, Azərbaycan, niyə mən bunları biraz geniş demək istəyirəm? İşğal altında olan ümumi ərazimiz 13.210 km. Bunun 4400 Dağlıq Qarabağ, 1936 Kəlbəcər, 1835 Laçın, 1150 Ağdam ərazisidir. Demək, bu 4400-dən başqa bu ərazilər 4921 kvadrat kilometriydi. Dağlıq Qarabağdan 500 km artıq. Bir gülə atmadan biz onu azad elədik də. İndi təsəvvür edin, o ərazi döyüş geçsiydi. Böyük dağlıq, çətin iqlim reyli bir şəraiti. Ücratman minalanmış Ağdam zonası. Gör nə qədər əlavə şəhiddir. İndi bizim prezidentimiz bu qədər ərazini, suverenimizlə bərpa olundu. Azad olunması, özü 44 gündən olan sürətlə. Çünki istəyir 1-ci Dünya müharibəsi, istəyir Napolyon müharibələri, istəyir 2-ci Dünya müharibəsi və digər müharibələrdə analogu olmayıb belə şey. Yəni bu olmuyor. Bu möhtəşəm bir qələbə idi. Yəni biz o işin içində olanda, indi bu müdafiə rayonu var da, bu müdafiə rayonu ya əvvəldən ya döyüşün yetişməsində əldə olunur da. Yəni təsəvvür edin də, gör ermənilər, biz Mübariz İbrahimin postundan baxanda sarı o tərəfdən, Yevlağın qurumu görsənir. Gör, onlara heç o aparatura ehtiyac deyil. Elə baxanda bizim əlin içində. O boyda ərazini biz azad eləmişik, bu əskərlərimizin. Və 3000 nəfər də çox az itkidir, normativ baxımından. Yəni, quru qoşun döyüşü zamanı üçün görə, bu çox az bir itkidir. Ona görə də biz prezidentimizlə, dövlətimizlə, xalqımızla fəxr eləməliyik. Ola bilər müəyyən çətinliklər olsun, o məhəlli işlər də ola bilər. Amma ümumi götürəndə biz dünyada böyük nüfuza malik, xarizmatik prezidentimiz var. Yəni, doğrudan da böyük bizim, mən özüm 2024-cüdə prezidentin təbat qrupunun üzvü olmuşam, qeytərəq olaraq. Yəni, demək odur ki, biz gözəl bir dövlətdə yaşayırıq, yaxşı bir dövlətdə yaşayırıq. Doğrudan da sağımız, solumuz, şimal, cənub hamısı çox gərgin məsələlərdir. Ona görə də biz dövlətin yanında olmalıyıq. Mən gənclərə də tövsiyə edirəm ki, dövlətin yanında olun, dövlətçinin yanında olun və tarixi öyrənin. O görün tarixdə kimlər olur. Məsələn, mən sizə bir söz deyim də, ərazidə böyük şəxsiyyət parlamışdı da. Mən bəyə o Yakobençilər jurnalistlər deyim, onun çox geniş ictimaiyyət bilmir də. 1789-da Böyük Fransız İnqilabı baş verəndə orada iki partiya yarandı. Yakobençilər, jurnalistlər. Bir-birindən qırdılar. Bir 6-7 il bir-birinin orada boyun vurdular, öldürdülər və nəhayət Napolyon Bonaparte gəldi. Qanunçuluq bərpa elədi, Napolyon kodeksini yaratdı. Hələ də o kodeks nazırınızı yüksansız da. Avropada işləyir. Fikir ver, 200 ildən çoxdur. Napolyon kodeksi Avropada işləyir. Və təsəvvür edəndə dövlətçilik yarandı.
Axı 2093-ə qədər də bizdə həmin vəziyyət idi. Ulu Öndər gəldi, dövləti qurdu və nəhayət biz torpağı azad elədik. Və bugün də prezidentimiz bunu davam elətdirir. Və biz hər sahədə, öz sahəmizdə biz kömək eləməliyik. Kim hardadırsa, orada kömək eləməlidir. Ona görə də mən çox danışmaq istəmirəm. Yəni mən yenə deyirəm, Fuad müəllim dedi, Elxan da orada da gənc idi. Amma gənc komandır Fuad idi, Məhərrəm orada idi. Yəni bu insanların müstəsna getdikləri olur. Yenə deyirəm. Mən yenə deyirəm, həmişə demişəm, mən Fuad 35 il biz dostuq, amma Fuad Rızayev bəlkə də 2 dəfə milli qəhrəman. Hamınızda yaşlı qəhrəmanlar. Mən bunu da bu kamera qarşısında deyirəm ki, qoy tarix həkk olsun. Sosial şəbəkələrdə yaratılsın. Ona görə də Nazım bəli, biz çoxdan dostuyuq. Biz prokuror olan vaxtda biz dostluq, qardaşıq. Bugün də burada göz ağsaqqallarımız var. Şəhidlərin qarşısında biz baş əyirik. Doğrudan böyük igidliklər göstərirlər. Bunun içində olmasan onu bilmək olur. Yəni onun için yaşasın. Ona görə də Nazım müəllim, belə gözəl, yüksək intellektual malik bir vəziyyətdə bunu apardınız və cəmaatımız sağ olsun ki, belə möhtəşəmlik nümayiş etdilər və sədrə də bizim Adəm müəllimə də uğurlar, yəni partiya uğurlar və mən sizi yenə deyirəm, nəfər deyil, söz veririk də biz, yəni Elxan Əsədovun həmişə yanındayıq, ona kömək edəcəyik, yəni siyasi baxımdan və digər baxımdan bizdən nə qalır, bizdən uğur arzulamaq qalır. Bir daha təbrik edirəm. Azərbaycanın hər bir güşəsi, hər bir daşı, qayası, torpağı bizim üçün müqəddəsdir. Heç bir rayonu mən heç vaxt, heç bir bölgəni ayrılıb fərq qoymamışam. Ancaq doğulduğum, bu böyüdüyüm rayonun o qədər yaxşılıqları, gözəllikləri, gözəl insanları əhatəsində böyümüşəm ki, başqa rayonlara nisbətən burada bilgilərim daha çoxdur. Çünki burada böyümüşəm, burada doğmuşam. Bərdə rayonu o rayonlardandır ki, Qərbi Azərbaycanın hələ vaxtı ilə bütün şəhərlərində getdikdə, Basarkeçərdə, İrəvan xanlığında, Amasyada, Qarakilsə rayonunda, Dərələyəz mahalının bütün kəndlərində, Gülüdüzündə, Cəlaloğluda, Sisyanda, Görüsdə, Mehri rayonumuzda, yəni bir sözlə bütün Qərbi Azərbaycanımızda, o dağlarımızda, indi ermənilər adına Çevmux dediyi Safollar üstü suyunda, onun yaylaqlarında, Murad Təpədə, Sarıyer yaylağında, Qararxas yaylağında, Dikbiləkəndə, Qırmızı Dağ vadisində, Göyçə gölünün sol sahillərində, sağ sahillərində mən bu rayonun kişiyana, sərkərdə, cəsarətli, cəsur, cəngavər oğullarını, belə həqiqi fatihlər fatihini görürdüm. Bütün, sanki Bərdəni o zirvələrdə, o dağlarda yaşadırdılar. Bugün həmin o ərazilərimizdə, o şəhidlərimizin can verdiyi, qan verdiyi torpaqlarda Bərdə ruhunu yaşadan, tarixi dədə-baba yaylaqlarımızda, arxaslarımızda, yaylaq yurtlarımızda Bərdənin varlığını özündə əks etdirən bir oğlumuz var burada. Elbəy Məmmədov. O oğul ki, Bərdə şəhidlərinin bütün böyük fotolarını o zirvəli qayalarda sinəsində, yəqin ki, hamısının internet məlumatlarından fərqi var. Əhsən, söyüşlər. Mən Azərbaycan Respublikasının həmişə birliyə çalışmışam, dövlətimizin yanında olmuşam. Bu günə şükür ki, bu günləri mənim böyük yoldaşım var. Bu qardaşlar da mənim əzizlərimdir. Siz bütün Respublikada olan insanın dövlətin yanındasınız, bəli, biz də dövlətin yanındayıq. Ona görə ki, dövlətin yanındayıq. Dövlətin yanında olmayan nankör var. Bu günləri bax, dövlətə görə, bax bu bayraqlarımız, bu insanlar sakitcə oturur. Nəyə görə? Dövlətə görə. Bax, biz vətən müharibəsində doğduk. Bax, Garay, mən. Biz də fikirləşməliyik, bizim balamız var, bu şəhid olacaq. Mənim 2 qardaşım olur. Yox, Garay gibi. Onun birinin şəhidliyi ilə gəldi, Nazım bəy. Bunun bir şey nə var? Bu dövlətin yanında olanda alnın açıq olur. Hər sözdə qəbul etsə. Ona görə ki, mən bugünkü tədbirə, mən sizin sədrinizə minnətdarlığımı bildirirəm.
Çox sağ ol. Fuat, sizə çox sağ ol deyirəm. Nazım müəllim, bütün kollektivə çox sağ ol deyirəm. Bir şey deyirəm. Mənim borcumdur. Bəli, mən həmişə şəhid anaların, şəhid ataların yanında olmuşam. Mənim bağlarım da orada olacaq. Ən uşaqlarda. Bütün kəhrə cəmatı orada olacaq. Ona görə ki, olmasa qara xaç yaylaq olmaz. Ona görə biz orada olmalıyıq. Bütün Azərbaycan Respublikasında nəyi var, dövlətin yanındayıq. Allah Teala büyük bir çok görmesin. İlham müəllim, səni də təbrik edirəm. Səndən qurtuluşda bir yerde olmuşam. Fuat, səndən bir yerde olmuşam. Canay Əsədov, səndən bir yerde olmuşam. Mən heç vaxtı, mən qorxmuşum. 100 döyüşlü olmuşum, 100'ünde de ben olmuşam. Bak bu cemaatin içindeyim. Canay Əsədov. Sağ olun, var olun. Allah sizden sağ olun. Sağ olun. Sağ olun. Bak, görmedik. Ayrıca görmedik sözü. Deməli, getmişik, geç ətrafında döyüşdük. Geç ətrafında döyüşdük. Neyse döyüşdük. O pasiyanı götürdük, çıxdıq, kileşdirdik ya. Orada bir grup var. Bizim kadar. Deməli, Balakəndə de 5 dəqiqədə bir uşaq gəldi. Ocağı qığa gelip bir yere durdurmadı. Buna met gəldi, şəhid oldu. Burada hiç spor düştü, mənlə, bax mənlə, şəxsən mən Məmmədov Ülbeylə, dəftərlərin spor düştü. Sən Ələmşah Məmmədov, neyse də sözüm oldu, Allah Ələmşah Məmmədov rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Gedirə bilmir, mən daxtıma çəkdim, bunlar 10-12 nəfər. Mən ölümü fikirləşmədim, mən burada öldürürlər. Sıraz Fuat gəldi, dedi, əgər Məmmədov Ülbeylə kimsə birliklərə toxuna bilər, bu batalyon onları qırar. Bu, baba əlimiz öldürür, bu olur. Ona göre ki, ben həməşə olmuşam birinci yerde. Dostlarımın yanında, komandirlərimin yanında. Bu kardeşimi şəxsən təbrik edirəm. Günəşli ölkəmə günəş gətirən, arzuları güllər kimi bitirən, müstəqillik bayrağını götürən, dünya durduqca sənlə varıq biz, onu önlərimizə minnətdarıq biz. Yurdumuzu dağılmağa koymadı. Yaratmaktan, okurmaktan doymadı. Tarihe yazılıp müqəddəs adı. Dünya durdukça siz ve varıq biz. Onu önlerimize minnettarız. İlhamın ayakkabı kızıldan tac brilliant olmalıdır. O tarihte ebedi şahenşah tek kalmalıdır. Bəli. Şahit olan balaların kısasını o aldı. Kaşkın köşkün saylanı torpağına kaytardı. İlhamın ayakkabı kızıldan tac brilliant olmalıdır. O tarihte ebedi şahenşah tek kalmalıdır. Hani öyle bir oğul, İlham ömrü yaşasın. Yaşasın İlham Əliyev, bir de müzəffər ordu. Ömrünün her çağında tikti, yarattı, kurdu. Ayberyetin İlham'ın ayakkabı kızıldan tac brilliant olmalıdır. O tarihte ebedi şahenşahdır. Sağ ol. Hamıya doğmadı bizlere əziz. Kim gelirse kucağına bərdenin. İmam Əli ayak basıp bu yurda. Deyirəm kurban olum torpağına bərdenin. Bize yadigardır xanım meşəsi. İnam məbədi, imamzadəsi. Vardır tarixində bir əfsanəsi. Tartar gəlib sorağına bərdənin. Qurban olum torpağına bərdənin. Ərablar, Mongollar talan etdilər. Canişinlər yurdu viran etdilər. Axır İskəndər bura getdilər. Uşağa durdu dayağına bərdənin. Qurban olum torpağına bərdənin. Səbəb boşalıb olub bərdəmiz. Albanların paytaxt olub bərdəmiz. Ürəklərdə məskən salıb bərdəmiz. Yığışıblar çırağına bərdənin. Qurban olum torpağına bərdənin. Mənim qurtarım da, şamandarım da, mənim xoş günümdə, ilk baharım da, şahar bəryədinəm, olsam da harda, sürünərəm, əyğına bərdənin. Qurban olum torpağına bərdənin. Sen de teşekkür ederim ki bunları istemledim. Devam için konularımızdan Tədbirimiz çok güzel, çok güzel, çok güzel ahənglər. Hamınıza mən şəxsən bir el oğlunuz. Bir dakika.
bir el oğlunuz gibi hamınıza Sədrə İlham müəllimə. Ancaq bir məsələ yadıma düşdü. Bu gözəl binanı, bu gözəl dövlətimizin gözəl binasını bizə bu günləri şərait yaradan Bərdər rayon İcra Hakimiyyətinin nümayəndələrindən və yaxud da icra qurumunun ayrı idarələrindən və yaxud da bələdiyyə qurumlarından burada kim iştirak edirsə, mütləq mən ona söz verməliyəm. Əvvəla öz çıxışım gözlənilir, orada mən öz təşəkkürümü bildirəcəm. Ancaq icradan, icra aparatından, icra orqanlarından, bələdiyyə orqanlarından kim varsa çox təvəqqə edirəm, ürək sözünü desin. Yani gelen konuklarına salamlayıram, hoş gelmişsiniz. Gelen Bərdər cemaatı, hamınızı hoş gelmişsiniz. Çok uzun danışmak istəmirəm. İlham Əsədoğlu mən çoxdan tanıyıram. Bugün də təbrik edirəm. Xeyirli uğurlu olsun. Təbrik edirəm. Biz həmişə dövlətin, dövlətçiliyin yanındayıq. Üzərimizə düşən nə lazımdır, biz də sizə öz tərəfimizdən dəstək olacağıq. Yenə təbrik edirəm. Xeyirli uğurlu olsun. Cavan vaxtı bir yerde döyüşmüşük. 6 tank gelirdi, onun qabağına avtomatla çıxırdı o. Baba o Məhərrəm, orada oturan oğlan. Məhərrəm oturan Məhərrəm. Burada. Bir dur. Cemaat görsün. Adamlar sizi görsün. Bir de benim böyle bir 75 yaşım var. Bayaqdan da heç had dediğimiz o döyüşte iştirak edən bir de benim. Bu saat Kurtuluşda iştirak edən desem hamısı ayağa kalsın, bu binanın yarısı ayağa kalkar. Alamşah müəllimin onlar büyükçüleri. Hamısı ayağa kalkar, bu hamısı. İkinci ben deyirəm ki, bugün bu 75 yaşımda ben ayaqüstə duran saldatam. İlham Əliyev bugün əmir eləsə, gel ayaqüstə iştirakinin dayanı elə onun təzahürüdür. Ha kardeşler, hamımız o kişinin saldatıyıq. Sağ ol. Vallahi bugün bak buraya yığılan adam hamısı istəyir ki o kişi yaxşı olsun, o kişinin bayrağı ucu olsun. Düğünlerin baş əyranı. Sağ ol. Heydər Əliyev ben onun oğlunun qabağında. Sağ ol. Var ol. Əziz gəlmişsiniz bura. Bugünkü gün Azərbaycanın bu üzerinde olan qarabloklar dövründə bizim hər birimizin vətəndaş borcumuzdur. Vətənimizin yanında olan, prezidentimizin yanında olan və ona ən azından nəyə bacardığı köməklidir. Belə bir gündə mənə göstərdiyiniz ehtimala görə sizə minnətdarımı bildirirəm və mən də bir vətəndaş kimi bugünkü qədər nə qədər ki vətəndaş borcumu yerinə yetirmişəm layiqincə və çalışacağım ki mənə göstərdiyi ehtimala görə yenə də bütün borçlarımı yerinə yetirəm, prezidentimin yanında olan həmişə ölkəmizin bugünkü bu çətin günündə yenə deyirəm də əlimdən gələn köməklik edəyəm və çalışaq ki xalqımız, millətimiz yaxşı gün yaşasın, bir də müharibə görməsin, uşaqlarımız müharibə seçmez. Bizim hər birimizin borcumuzdur. Çox Əziz Bərdəlilər, mənim əzizlərim, mənim yaxınlarım, mənim burada olan rayon sakinlərim, Azərbaycan Respublikasının vətəndaşları, mənim ən yaxın qohumlarım, yəni burada heç kimə fərq qoymuruq. Əvvəla icazə verin, hamınıza elan edin. Partiyanın sədri Adəm İsmailov bugün bu tədbirdə sizinlə birlikdə iştirak edəcəkdir. Və səhər saat 7-8 radələrində o yola çıxmışdı. Təxminən Kürdəmirə yaxınlaşanda qəflədən Bakıdan zəng gəldi. O vacib, çox vacib işlə əlaqədar Bakıya qayıtdı. Və mənə, şəxsən mənə zəng vurdu.
hər birinizə ateşli salamlarımı çatdırmağı, göstərdiyiniz diqqətə görə öz təşəkkürünü bildirdi və gələcək növbəti tədbirlərdə özünün iştirak edəcəyini sizə çatdırmağımı mənə həvalə etdi. Adəm müəllim haqqında onu bildirmək istəyirəm ki, burada bu zalda oturanlar, bu məni görənlər, hamısı demək olar ki, mənim kimliyimi, varlığımı, əqidəmi, milli düşüncəmi, ruhumu, vətənpərvərlik hisslərimi hamıdan yaxşı bilirsiniz. Və bir insana mən inanmasam, etimad göstərməsəm, heç vaxt, heç bir zaman onunla yaxınlıq etmərəm. Bir insan o qədər şəxsən özüm keşmekeşli həyat yolu keçmişəmsə, haradasa yanılmaq mənə böyük qəbahət getirir və mənə keçdiyim uzun yolda, qazandığım bu peşəkar fəaliyyətimdə, insanlarla ünsiyyətli olduğum ömür yolumda buna imkan verməz. Mən kimdənsə, haradasa tanımadığım bir adamla yaxınlıq edəm. Adəm İsmailov əsl Türk oğlu Türk olarak Azerbaycançılık uğrunda, Türkçülük uğrunda, milli ruhumuz, varlığımız uğrunda, arazi bütövlüğümüz uğrunda, dilimiz, medeniyetimiz, medeni irsimiz, musikimiz, büyük şəxsiyyətlərimizin hayatı, yaratıcılığı, onun varlığını, onun amalını, onun arzularını, onun bütün hayat yolunun karşısında duran büyük bir meselelerdir. Biz bu ilin iyun ayının 25'inde o partiye rehber tayin edilenden sonra partiyanın ayrı silsile tedbirlerinde gençlerimizle milli varlığımızı özünde aks ettirmiş büyük şahsiyetlerimizin ayrı hayatçılık yoluyla, ordu generallarımızla bu yakınlarda biz tedbir geçirdik. Samet Bey Mehmandarov'un hayatıyla bağlı ve diğer büyük şahsiyetlerimizle. Yani bilesiniz ki bu partiye, eləcə də partiyanın sədri bizim düşündüğümüz, arzuladığımız, halkımızın göreceği istediğimiz bütün arzularını özünde yaşatmağa ve bu arzuları cemiyete çattırmağa, onları aşılamağa yönelmiş bir partiyadır. Ben Cenab Prezidentimize çok teşekkür ederim ki 2019 yılda hala muharebeye biz belki de onu bilmirdik, görmürdük. Ancak siyasi partiyalar hakkında kanun kabul olundu. Siyasi partiyaların siyasi şuralar yaratıldı. Ve o bütün partiyaların milli vəhdətini yarattı. Milli varlığını yarattı. Bütün bu varlık 2. Qarabağ Muharebəsində müsbət nəticəsini gördü. Vəhdət Partiyasının da məqsədi, məramı Cənab Prezidentinin 2019-cu ildə verdiyi fərmanla irəli gələn o məsələlərin həllində icra orqanlarıyla, hüquq-mühafizə orqanlarıyla, digər dövlət qurumuyla xalq arasında keçici rolunun yaradılmasıdır, tənzimlənməsidir. Sizi, bizi düşündürən, artıq hamıda məlum olan o problemlərinin həll oluna biləcəyinə yönəldiləcək adımların atılmasıdır. Ona görə də mən məhz bu partiyanın işığına toplaşdığınıza görə hər birinizə dönə-dönə təşəkkür edirəm. Əziz bərdələr, əziz qardaşlarım, hər biriniz Bərdə Respublikalılar öz xeyirxahlığı ilə, öz müqəddəsliyi ilə, hələ müharibə illərində Bərdə rayonunun sakinləri, ətraf rayonları acından, ölümdən xilas eden bir rayon kimi bütün tarix sənədlərində öz əksini tapıb. Və bugün də Bərdə rayonu əhalisi öz zəhməti ilə, halallığı ilə, təsərrüfat işləri ilə məşğul olmaqla cəmiyyətin bütün dövrlərində hakimiyyətdə kimlindən asılı olmayaraq ona bağlı bir rayon kimi öz qədim ənənəsini yaşadır. Hələ mən
Atabəylər dövründən indiyə qədər olan dövrü götürəndə Bərdədə hakimiyyətə qarşı heç bir vaxt, hələ tariximizə nəzər salanda heç bir üsyan xarakterli bir hadisə qeydə alınmıyor. Hələ bu son illərdə, Ulu Öndərin hakimiyyətə olduğu illərdə Bərdə öz əməyi ilə pambıqçılıq, qoyunçuluq, maldarlıq, təsərrüfatçılıq işləri ilə ittifaqda ən böyük atsan qazanmış rayonlarımızdan biri olur. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gələndə Bərdə rayonunun sakinləri onu ən böyük dəstək verən Bərdə rayon sakinləri olurlar. Bütün bunlara görə hər birinizə təşəkkür edirəm. Burada oturanlar çox böyük, nəhəng həyat yolu keçmiş, böyük kişilərin, böyük sərkərdələrin Bərdə ərazisində olan Alpot, Hacıbəyli, Zümrxanlı, Məmmədli, bu Əhmədli, Xan Təhləsi, Xan Ağalı, Qaradəmirçi kimi 32'lər və sadalamaqla adınızı tutarmıram. Bu elin, obanın insanlarının, böyük kişilərinin, böyük insanlarının bugünkü yetirmələridir, varisləridir, daşıyıcılarıdır. Həyat məktəbi görmüş. Mən sözümün axırında hər birinizə təşəkkür edirəm. Burada iştirakınıza görə hamınıza uğurlar. Partiya sədri Adəm İsmailovun adından minnətdarımı, təşəkkürümü bildirirəm. Yaxın günlərdə görüşənədək Allah hamınızdan razı olsun.